Axırca sonunda. Əmim oğlunun toy vlogu ilə qarşınızdayım. Bir gün içərisində nələr etdik, toyda nələr oldu bu videoda bunlar haqqında danışacağım. Səhər yuxudan duran kimi salona getdim. Məni stilist Nazar bəzədi, illərdir dəyişilməz ustamdır. Paltarım qəhvəyi rəngdə olacaq deyə qəhvəyi tonlarda makyaj etdik. Saçımda buruq qalmır, çox tez açılır deyə evə yığılmış vəziyyətdə gəldim. Evdən çıxanda açdım. Saç makyajı 60 manat edir və həqiqətən çox gözəl edir. Gəldik çatdıq oğlan evinə, toy olan mənim əmim oğlu idi. Buradan ona xoşbəxtliklər diləyirəm və çox həyəcanlı idi. Ümumiyyətlə yaxın toy başqa gözəl olur. İnsan daha rahat olur, qəşəng əylənir, çox yaxşı olur. Hələ kortej tamam başqa maraqlı olur. Yolda qəşəng əylənərək getdik, çatdıq qız evinə. Ümumiyyətlə bizim toy adət-ənənələrimiz çox gözəldir. Bəs siz hansı adətimizi daha çox bəyənirsiniz? Və mən həmişə demişəm, toya nə qədər məşhur müğənni gəlsə də, nə qədər bahalı yerdə olsa da, toyun maraqlı keçməsi bəy-gəlinin və toy edən şəxsin əlindədir. Çünki onlar nə qədər pozitiv, nə qədər gülərüz, əyləncəli olsa, toy o qədər maraqlı olur. Toy çıraq palasda oldu, orada da səhnə girişi idi, girişləri çox gözəl oldu. Toyun açılışını rəqqas və rəqqasələr etdi, çox maraqlı, enerjili başladı. Ümumiyyətlə bu yaxınlarda toyunuz olsa mütləq rəqqaslarla açılış edin. Daha sonra himn oxundu və müğənnilər gəlməyə başladı. Toya əvvəldən axıra qədər Rəvan Qarayev apardı. İlk dəfə idi onun apardığı toyda olurdum, çox bəyəndim. Daha sonra müğənnilərdən Xatun xanım, Könül Kərimova və Cabbar müəllim, Niyaməddin Musayev, Elton Hüseynəliyev və Gülyaz Gülyanaq bacıları gəlmişdi. Bilirsiniz ki, bu müğənnilər imişlilərin sevimlisidir. Ümumilikdə toy çox maraqlı keçdi, deyib gülüb, əylənib evə qayıtdıq. Bəs siz öz toyunuzda hansı müğənnilərin oxumağını istəyirsiniz və yaxud da əgər evlisinizsə indi toyunuz olsaydı nələr edərdiniz?